Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun, dəyərli izləyicilərim. Xoş gördük sizləri. Bugün gördüyünüz kimi öz həyətimdən kəsdiyim çolpadan çox dadlı, ləzzətli yemək hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. Gördüyünüz kimi öz həyətimdən xoruzu kəsdim və bunu təmizləyirəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Çolpamızı təmizlədim, içərisini də təmizlədim və bu formada ütürəm. Mən həmişə qanadın bu baş hissəsini kəsib atıram, onu bişirmirəm. Çolpamızı doğradım və bunları təmiz-təmiz yuyuram. Bilirsiniz, kənd çolpasının, həyət çolpasının dadı bir başqadır. Çox dadlı olur. Mən bu dəfə bunu qızardacağım, sulu etməyəcəm. Gördüyünüz formada tavaya düzürəm. Üzərinə biraz su əlavə edirəm ki, bişsin. Çox az miqdarda əlavə edirəm, çünki çolpa körpədir. Yeməyimiz qaynadı, bişdi. Üzərinə biraz duz əlavə edib, sonra da yağ əlavə edəcəm. Qaynadı, suyu da çəkildi. İçərisinə yağ əlavə edib, biraz da yağda qızardacağım. Üzərinə istiyot da əlavə edirəm. Artıq yeməyimiz bişmək üzrədir. Görürsünüz necə qızarıb. Bu arada qeyd edim ki, mən çolpanın bel hissəsini istifadə etmədim qızartmada. Artıq yeməyimiz bişib. Biraz da təzə kartof qızardacağım. Bunun da içərisinə biraz su əlavə edirəm ki, bişsin. Görün necə qıpqırmızı qızarıb, çox dadlı, ləzzətli bir yemək alındı.
Kartofumuzun gördüyünüz kimi suyu çəkildi və ətimizin yağını da bunun içərisinə əlavə edirəm. Duzunu, istiyotunu da əlavə edib bunu da belə bu formada qızardıram. Kartofumuz da gördüyünüz kimi qıpqırmızı qızardı, bişdi. Qaba servis etdim. Gördüyünüz kimi möhtəşəm görüntüsü, möhtəşəm dadı oldu. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Həyət çolpası olmağına baxmayaraq necə yumşaq bişdiyini burada sizə göstərirəm. Yumşaq, çox dadlı, ləzzətli bir yemək alındı. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər. Sağ olun, Allah'a əmanət olun.